Salam, hər vaxtınız xeyir olsun. Mən Nəbiyeva Nərgiz. Gəlin bugün Güvən nəşrlərinin 10-cu siniflər üçün keçdiyi sınaq 6-nın coğrafiya suallarına nəzər salaq. 31-ci sualda deyir: hansı materikdə zəlzələ baş vermə ehtimalı daha azdır? Əziz abituriyentlər, biz öyrənmişik ki, Avstraliya materiki tavaların sərhəddindən kənarda yerləşdiyi üçün burada zəlzələ və vulkanların baş vermə ehtimalı daha az olur. Deməli, cavabımız olacaq Y variantı. İndi isə 32-ci suala baxaq. Kalyari şəhərinin coğrafi koordinatları 40 dərəcə şimal enliyi və 9 dərəcə şərq uzunluğudur. Buna əsasən Kalyarinin Bakıdan hansı istiqamətdə yerləşdiyini müəyyən edin. Gəlin əvvəlcə koordinatlarımızı qeyd edək. Deməli, Kalyarini bizə verib 9 şərq uzunluğu və 40 dərəcə şimal enliyi. Bura olur Kalyari. Daha sonra Bakını. Biz bilirik ki, Bakı 40 dərəcə şimal enliyində yerləşir. Bura Bakıdır və 50 dərəcə şərq uzunluğunda yerləşir. Yadınızda saxlayın ki, Kalyari İtaliyanın şəhəridir. Gəlin baxaq. Fikir verirsinizsə, ikisinin də enliyi eynidir. Lakin Kalyari Bakıdan qərb istiqamətində yerləşir. Deməli, cavabımız olacaq B variantı, qərb. İndi isə keçək 33-cü suala. Hansı tarixdən başlayaraq Azərbaycanda gündüzlərin uzunluğu azalmağa başlayır? Biz bilirik ki, Azərbaycan şimal yarımkürəsində yerləşir və şimal yarımkürəsində ən uzun gündüz 22 iyundur. Yəni, 22 dekabrdan sonra gündüzlər uzana-uzana gəlir, 22 iyunda maksimum həddə çatır. 22 iyundan sonra isə gündüzlər yavaş-yavaş azalmağa başlayacaq. Deməli, variantımız olur. Doğru variant A variantı. Daha sonra keçək 34-cü suala. Hansı vulkan Şimali Amerikada yerləşir? Deməli, Kilimanjaro yerləşir Afrikada. Pinatubo Filippinlərdədir. Bu da Avrasiya materikindədir. Vezuvi Avrasiyadadır. Deməli, İtaliyada yerləşir. Erebus Antarktidadadır. Şasta isə yerləşir Şimali Amerikada. Cavabımız olur C variantı. Daha sonra keçək 35-ci suala. Alp qırışıqlığı hansı geoloji erada baş vermişdir? Əziz şagirdlər, biz bilirik ki, alp qırışıqlığı Kaynozoy erasında baş vermişdir. İndi isə 36-cı sual. Deyir ki, 4 dərəcə qərb uzunluğu. Gəlin çəkək. Qərb uzunluğu. Və bu da bizim Qrinviçimizdir. 4 dərəcə şərq uzunluğu. Və deyir, bunların arasında yerli vaxt fərqini hesablayın. 4 dərəcə qərb, 4 dərəcə şərq. Bu bizə nəyi verir? 8 dərəcəni verir. Biz bilirik ki, yer kürəsi 1 dərəcədə 4 dəqiqə neynir? Hərəkət edir. Bəs yaxşı, 8 dərəcədə nə qədər hərəkət edəcək? Tənasübdən də alırıq ki, 32 dəqiqə. Cavabımız olur C variantı. 37-ci sual. Mərmər və qneysin oxşar xüsusiyyətləri nədir? Bilirik ki, hər ikisi metamorfik süxurlardır. Əhəng daşı mərmərə, qranit də qneysə çevrilir. Cavabımız olur A variantı. 38-ci suala baxaq. Üzərindən planşet yerləşdirilən 3 ayaqlı masa. Bunu biz kitabda deməli, deklarativ bilikdir. Bu menzuladır. İndi isə keçək növbəti suallara. Deməli, Paleozoy erasının dövrlərindən deyil. Əvvəlcə Paleozoy erasının dövrləri hansıdır? Onları sadalayaq. Bilirik ki, Paleozoy erasının dövrləri Kembri, Ordovik, Silur, Devon, Daşkömür, Perimdir. Burada isə bir tək A variantı Yura, Paleozoy yox, Mezozoy erasının dövrləridir. Daha sonra keçək 40-cı suala. Deməli, 23 sentyabrda 55 dərəcə şərq uzunluğunda çıxan günəş 12 saatdan sonra hansı coğrafi uzunluqda batar? Biz bilirik ki, 23 sentyabrda günəş harda olur? Ekvatorda. Yəni, yer kürəsi həm şimal, həm cənub yarımkürəsi bərabər işıqlanır. Yəni, bu tarixdə 12 saat gündüz, 12 saat gecə olur. Gəlin, bura biz çəkək Qrinviçimizi. Burada 55 dərəcə şərq uzunluğunu. 55 dərəcə şərq uzunluğunda günəş çıxanda
Günəş burada çıxdı. Və bunun gündüzün çıxmasından batmasına qədər, günəşin çıxmasından batmasına qədər keçən vaxt gündüz adlanır. Və bu 12 saat edir. Həmin tarixdə də 12 saat gündüz, 12 saat gecə olduğuna görə, deməli 12 saatdan sonra həmən bu tarixdə də günəş batacaq. Yəni elə özündə, yəni 55 dərəcə şərq uzunluğunun özündə də günəş batacaq. Cavabımız eləyir A variantı. İndi isə keçək 41-ci suala. Azərbaycanın bir bölünsün 550 min miqyaslı torpaq xəritəsinin müvafiq olaraq miqyasına və məzmununa görə hansı qruplara aid olduğunu müəyyən edin. Miqyasımız bir bölünsün 550 mindir, yəni orta miqyaslıdır. Və burada torpaq xəritəsi dediyinə görə bu da tematikdir. Yəni cavabımız olur D variantı. 42-ci sual. Cənubi Amerika və Afrika materiklərinin oxşar xüsusiyyətlərini tapmaq tələb olunur bizdən. Deməli, qütb gecə və gündüzləri müşahidə olunur. Biz bilirik ki, olunmur daha doğrusu. Biz bilirik ki, Cənubi Amerikada və Afrikada hər ikisində də qütb gecə və gündüzləri müşahidə olunmur. Deməli, bu bizə lazımlıdır. Bunu götürəcəyik. Daha sonra. Şərq hissəsi seismik cəhətdən aktivdir. Bu, Afrikaya aiddir. Cənubi Amerikada isə qərb hissə seismik cəhətdən aktivdir. Ona görə də bu bizdə ortaq variant deyil. Bunu götürmürük. Günəşin zenitdə olma prosesi baş verir. Bəli, hər ikisində də günəş zenitdə olur. Sahələrini Hind okeanı suları yuyur. Deməli, Afrikada bəli, Hind okeanı suları ilə yuyulur. Cənubi Amerika isə Sakit okean və Atlantik okean sahilləri ilə yuyulur. Deməli, bu da ortaq deyil. Daha sonra. Qədim Gondvana qurusuna aiddir. Bəli, hər ikisi də qədim Gondvana qurusuna aiddir. 3 yarımkürədə yerləşir. Bəli, Cənubi Amerika yerləşsə də, Afrika 4 yarımkürədə yerləşir. Ona görə bu da ortaq olmadığına görə götürmürük. Deməli, cavabımız olur 1, 3, 5 A variantı. İndi isə 43-cü suala baxaq. Xəritə sxemə əsasən fəsillərin daha aydın müşahidə edildiyi əraziləri müəyyən edin. Deməli, biz bilirik ki, fəsillər daha aydın, mülayim işıqlanma qurşağında müşahidə edilir. Mülayimə düşənlər də burada hansılardır? 1, daha sonra 2 və 4. Deməli, cavabımız olur B variantı. İndi isə keçək 44-cü suala. Deməli, Günəş 10 dərəcə şimal enliyində zenitdədir. Bu zaman günorta vaxtı 50 dərəcə cənub enliyindəki məntəqəyə günəş şüalarının düşdüyü bucaq qədər şimal yarımkürəsindəki hansı enliyə düşər? Gəlin, çəkərək göstərək. Çəkəndə hər zaman daha rahat olur. Deməli, 10 dərəcə şimal enliyə. Deyir ki, günəş burada zenitdədir. Yəni, günəş buradadır. Yəni, günəş bura 90 dərəcə düşür. Və deyir ki, bu zaman günorta vaxtı 50 dərəcə cənub enliyinə nə qədər düşər? Məsələ 2 hissədən ibarətdir. Gəlin birinci hissəsini eləyək. Bura ekvatorumuzdur. Burada 50 dərəcə cənub enliyi. Deməli, 10 dərəcə şimal enliyi və 50 dərəcə cənub enliyi. Biri şimal, biri cənub olduğuna görə toplayırıq. Bu bizə verir 60 dərəcə. Və 90-dan da 60-ı çıxanda, yəni biz tapırıq ki, 50 dərəcə cənub enliyinə günəş 30 dərəcə düşür. 30 dərəcə düşəcək. Bu hissəni tapdıqmı? Yəni 50 dərəcə cənub enliyinə günəş 30 dərəcə düşəcək. Daha sonra isə bizə deyir ki, və bu, yəni 30 dərəcə bu zaman deməli şimal yarımkürəsində hansı enliyə düşər? Bunu tapmaq üçünsə biz nə edirik? Deməli, şimal yarımkürəsində bir X məntəqəsi çəkirik. Və X məntəqəsinə bizə deyir ki, 30 dərəcə düşür. İndi biz tapmalıyıq ki, həmən bu X məntəqəsi hansı enlikdir? Deməli, biz indi bunu necə hesablayacağıq? Deməli, tapdıq ki, bura 30 düşür, 10 dərəcəyə isə nə düşür? 90 düşür. Aradakı fərq neçədir? 60 dərəcə. Və 10 dərəcə şimaldan da biz 60 dərəcə şimala doğru gedəndə eləyir, gedib çatırıq 70 dərəcə şimal enliyinə. Deməli, günəş 70 dərəcə şimal enliyinə 30 dərəcə bucaqla düşəcək. Cavabımız C variantı. Daha sonra növbəti suala baxaq. 3-cü saat qurşağı və 4-cü saat qurşağının həm oxşar, həm də fərqli xüsusiyyətlərini tapmaq tələb olunur. Gəlin, bunu da hesablayaq.
Deməli, bunu necə hesablayacağıq? Deyir, qonşu saat qurşağı ilə sərhəddi 52,5 dərəcə şərq uzunluğundan keçir. Gəlin əvvəlcə 3-cü saat qurşağının orta meridianı hansıdır, onu tapaq. 3-cü saat qurşağının orta meridianı 45 dərəcə şərq uzunluğudur. 45 dərəcə. Və deməli, 4-cü saat qurşağının orta meridianı isə 60 dərəcə şərq uzunluğudur. Bu bizim 4-cü saat qurşağımızdır, bu da 3-cü saat qurşağımızdır. Hər ikisinin, deməli, 45-in deməli, kənar meridianı hansı eləyir? 52, onda 5 və 32, onda 5. Daha doğrusu 37, onda çünki 7, onda 5 üzərinə gəlirik. 7, onda 5 çıxmaqla biz kənar meridianları tapırıq. 37, onda 5. İndi isə 60-ın kənar meridianlarını tapaq. Deməli, bir dəfə 7, onda 5-i çıxacaq, eləyəcək 52, onda 5. Bir dəfə də üzərinə gələcək, eləyəcək neçə? 67, onda 5. İndi biz tapdıqmı ki, həqiqətən də 45 və 60-ın qonşu meridianı 52, onda 5-dir. Deməli, bu bizdə nəyi verdi? Yəni, ortaqdır. 3-ə yazırıq. Bu bizdə ortaqdır. Daha sonra deyir, Azərbaycan yerləşir. Bilirik ki, Azərbaycan harda yerləşir? 3-cü saat qurşağında. B də burada yazılır. Və orta meridianı 60 dərəcədir. Tapdıq ki, 4-cü saat qurşağının orta meridianı 60 dərəcə şərq uzunluğudur. Deməli, 1-ə B, 2-yə C və 3-ə A. Cavabımız olacaq C variantı. Daha sonra keçək növbəti suala. Hansı materiklər bütövlükdə Cənub yarımkürəsində yerləşir? Bilirik ki, Antarktida və Avstraliya bütövlükdə Cənub yarımkürəsində yerləşir. İndi isə növbəti suallara baxaq. 1 santimetrdə 2,5 kilometr miqyasını ədədi miqyasa keçirdin. Biz necə eləyirik? Deməli, 2,5-i vururuq neçəyə? 100 minə. Və biz neçə alırıq? Burada virgül olduğuna görə 1-0 atırıq. Eləyir cavabımız 1 bölünsün 250 min. Cavabımız olacaq bizdə deməli Y variantı. Daha sonra 48-ci sual. İzoseistlər adlanır. Öyrənmişdik ki, izoseistlər zəlzələ gücünü hiss edildiyi nöqtələri birləşdirir. Yəni, cavabımız olur C variantı. Seismik xəritələrdə eyni zəlzələ gücünün hiss edildiyi nöqtələri birləşdirən əyri xətlərdir. Daha sonra keçək növbəti suala. Əgər iki məntəqə arasındakı yerli vaxt fərqi 2 saat olarsa, bu məntəqələr hansı coğrafi uzunluqda yerləşə bilməz? Əziz şagirdlər, əgər iki məntəqə arasında yerli vaxt fərqi bizdən soruşursa, biz 2-ni vuracağıq neçəyə? 15 dərəcəyə. Bu da bizə verəcək 30 dərəcə. Deməli, biz tapmalıyıq ki, bu bizdə yerləşə bilməyəni soruşur. İndi gəlin variantlara baxaq. A variantında 15 dərəcə qərb uzunluğu və 15 dərəcə şərq uzunluğu. Biri şərq, biri qərb olduğuna görə biz onu toplayırıq. Eləyir, bizə nə verir? 30 dərəcəni verir. Deməli, bu yerləşə bilər. Keçək C variantına. 50 şərq uzunluğu, 80 şərq uzunluğu. Hər ikisi şərqdə, yəni hər ikisi eyni yarımkürədə olduğuna görə 80 və 50 arasındakı fərqi tapırıq, yenə bizə verir 30 dərəcəni. Yəni, bu da yerləşə bilər. Y variantında 5 dərəcə qərb uzunluğu və 35 dərəcə qərb uzunluğu. Hər ikisi qərb yarımkürəsindədir. Fərqi tapırıq, yenə bizə verir 30 dərəcəni. D variantında isə 10 dərəcə şərq uzunluğu və 20 dərəcə qərb uzunluğu. Biri şərq, biri qərbdir. Toplayanda verir 30 dərəcəni. Yəni, bu da yerləşə bilər. B variantında isə 60 dərəcə şərq uzunluğu və 20 dərəcə qərb uzunluğunu verir. Biri şərqli, biri qərbdir. Toplayırıq və eləyir 80 dərəcə. Deməli, bu uzunluqlar arasında yerləşə bilməz. Cavabımız B variantı. 50-ci sualda deyir ki, aşağıda verilmiş şərti işarə planda təsvir olunur. Şərti işarə ilə planda təsvir olunur. Biz bilirik ki, bu bizdə seyrək meşənin şərti işarəsidir. İndi isə keçək 51-ə. Deməli, burada bizə nə deyir? Aşağıdakılardan hansı daha qısadır? Əziz abituriyentlər, şimal qütbünə ən yaxın şimal qütb dairəsi yerləşir. Yəni, bu variantlar içərisində. Yəni,
paralel çevrəsi olaraq kilometrlə şimal qütb dairəsinə yaxın, qütbünə daha yaxın yerləşdiyinə görə şimal qütb dairəsi bu kilometr olaraq digərlərinə nisbətən daha qısadır. Yəni cavabımız olacaq D variantı. İndi isə keçək 52-yə. Daxili horizontalın mütləq hündürlüyünü hesablayan çox sadə məsələdir. Deməli, horizontal bizə verib 260 və 220. Aradakı fərqi çıxırıq, bizə nəyi verir? 40-ı. Və arada 2, deməli, boşluq var. 40-ı da bölürük 2-yə, tapırıq ki, kəsmə yüksəkliyimiz eləyir 20 metr. İndi isə tapaq. Deməli, 220, 240, 260, 280 və 300. Deməli, daxili horizontalımız, yəni bura elədi, bizə 300-ü verdi. Cavabımız D variantı. İndi isə 53-cü suala baxaq. Həm materik, həm də okean yer qabığına malik olan litosfer tavalarını müəyyən edin. Biz bilirik ki, bizdə litosfer tavaları həm materik, həm də okean yer qabığına malik olur. Və elə litosfer tavalarda var ki, onda həm okean olur, həm materik olur. İndi gəlin bir-bir tapaq. Sakit okean nəhəng litosfer tavasıdır və sadəcə olaraq okean tipli yer qabığına malikdir. Bu bizə lazım deyil. Ərəbistan deməli kiçik litosfer tavasıdır və materik tipli yer qabığına malikdir. Bu da bizə lazım deyil. Nazca isə o da kiçik litosfer tavasıdır və deməli sadəcə olaraq okean tipli yer qabığına malikdir. Ona görə bizə lazım deyil. Lakin Hind, Avstraliya, Şimali Amerika və Afrika nəhəng litosfer tavasıdır və deməli həm okean, həm də materik tipli litosfer deməli yer qabığına malikdir. İndi isə 54-ə baxaq. Neft üçün doğru olmayan fikirləri müəyyən edin. Deməli, üzvü mənşəli olub, bitki və heyvan qalıqlarından yaranmışdır. Bu doğrudur. Maqmatik mənşəli olub, yerin dərin qatlarında yaranan ağır, bərk intruziv suxurlarda əmələ gəlir. Xeyr, bu yanlışdır. Yanar faydalıdır, bu da doğrudur. Metamorfik suxur olub, kvarsitdən çevrilmişdir. Xeyr, yanlışdır. Deməli, bizdən də nəyi istəyir? Səhvləri. Səhvləri istədiyinə görə biz götürürük 2-ni və 4-dür. Cavabımız 2, 4. İndi isə gəlin növbətlilərə baxaq. Deməli, burada bizə nə deyir? Gəlin əvvəlcə sxemdəki vəziyyətə baxaq. Bizdə sualdan soruşur ki, sxemdəki vəziyyətə əsasən ekvator xəttinə günorta vaxtı günəş şüalarının düşmə bucağını hesablayın dərəcə ilə. Əvvəlcə sxemə baxaq. Biz sxemə baxanda fikir veririk ki, günəş cənub tropiki üzərində zenitdədir. Və bu zaman, yəni bu 22 dekabr tarixini göstərir. Yəni tarix 22 dekabrdır. Və biz bunu nədən bilirik? Diqqət etsəz görərsiniz ki, deməli, cənub qütb dairəsindən cənub qütbünə qədər gündüzdür, şimal qütb dairəsindən şimal qütbünə qədər qaranlıqdır, yəni gecədir. Yəni, tarix 22 dekabrı göstərir. Və biz bilirik ki, 22 dekabrda 23:5-ə, yəni cənub tropikinə günəş 90 dərəcə düşür. Bu zaman deyir, ekvatora nə qədər düşər? Deməli, 23:5-ə 90 düşürsə 0. Yəni, ekvatora nə qədər düşəcək? Çox sadədir. 90-dan çıxırıq 23:5-i, o da eləyir 66:5 dərəcə düşür. Cavabımız 66,5 dərəcə. İndi isə keçək 56-ya. Miqyası 1/5 milyon olan xəritədə İslandiya adasının sahəsi 41,2 cm² göstərilib. Bu adanın həqiqi sahəsini hesablayın. 1000 kilometrlə. Deməli, miqyasımız verilib bizə 1/500 milyon, deməli 5 milyon. Biz bundan 5 sıfırı silirik, qalır 50. Həqiqi sahəni necə hesablayırdıq? Həqiqi sahəni tapanda, deməli xəritədəki sahəmizi, yəni 41,2-ni vururuq miqyasın kvadratına. O da bizdə eləyir 103 1000 kvadrat kilometr. Burada indi özü verdiyinə görə sadəcə 103-ü doğru götürəcəksiniz. İndi isə keçirik növbəti suala. Uyğunluğu müəyyən edin. Deməli, Antarktidaya aiddir. Gəlin variantları oxuyaraq yazaq. Deyir, keçmişdə, geoloji keçmişdə qədim Lavrasiyanın tərkib hissəsində olmuşdur. Bilirik ki, bu Şimali Amerikaya aiddir. Daha sonra sahəsinə görə yalnız Avrasiyadan geri qalır. Deməli, biz bunu bilirik ki, bu hansıdır? Afrika materikidir.
deməli, qütb mülayim və tropik işıqlanma qurşağında yerləşir. Bunu da bilirik ki, hansı olacaq bu? Şimali Amerika. Həm qütbdə, həm mülayimdə, həm də tropik işıqlanmada yerləşir. Daha sonra, deməli, Qrinviç və ekvator xətti ilə kəsişir. Bu, bilirik ki, deməli, 4 yarımkürədə yerləşən Afrikadır. Və bütün meridianlar yerləşir Antarktida materikində. Deməli, 1-ə oldu Y, 2-yə oldu B və D, 3-ə oldu A və C. İndi isə gəldik, deməli, situasiya suallarına. A məntəqəsi 1-ci saat qurşağının orta meridianı üzərində Vezuvi vulkanına yaxın ərazidə yerləşir. Bu ərazidə zəlzələlər baş verir. A məntəqəsində qütb ulduzu 40 dərəcə bucaq altında görünür. Deməli, burada fəsillər aydın müşahidə olunur. İndi isə gəlin görək nə istəyir. A məntəqəsinin coğrafi koordinatlarını və hansı materikdə yerləşdiyini yazın. Deməli, bizə nə deyir? A məntəqəsi 1-ci saat qurşağının orta meridianı üzərindədir. Necə tapırdıq orta meridianı? 1-i vururduq 15-ə. Eləyir 15 dərəcə şərq uzunluğu. Və deyir ki, 40 dərəcə bucaqla düşür qütb ulduzu. Biz öyrənmişdik ki, qütb ulduzu yalnız şimal yarımkürəsində yerləşir və düşdüyü bucaq qədər. Hansı enliyə düşürsə, həmən bucaq qədər düşür. Deməli, 40 dərəcə dediyinə görə bizdə koordinatlar nə oldu? 15 dərəcə şərq uzunluğu və 40 dərəcə şimal enliyi. Daha sonra deyir ki, hansı materikdə yerləşir? Koordinatları da nəzərə alsaq, görərik ki, bu Avrasiya materikidir, Avrasiya və İtaliya ərazisinə düşür. İndi isə keçək növbətiyə. Deyir, A məntəqəsinin yerləşdiyi ərazidə zəlzələlərin baş vermə səbəbini yazın. Bilirik ki, İtaliya Alp-Himalay geosignal qurşağında yerləşir və seismik cəhətdən aktivdir. Həmən bu 15 dərəcə şərq uzunluğu və 45 dərəcə şimal enliyi, deməli, bu ərazidə yerləşir Apennin yarımadasında və burada zəlzələlərin baş vermə səbəbi də Alp-Himalay, deməli, geosignal qurşağında yerləşməsidir. Geosignal qurşağında yerləşməsidir. İndi isə keçək, deməli, axırıncı situasiya sualımıza baxaq. Deməli, bizdə buradan nə istəyir? A məntəqəsinin hansı işıqlanma qurşağında yerləşdiyini yazın. Yenə baxırıq coğrafi koordinatlarına. 40 dərəcə şimal enliyi, 40 dərəcə şimal enliyi mülayim işıqlanma qurşağına düşür. Mülayim. 40 dərəcə şimal enliyi mülayim işıqlanma qurşağına düşür. İndi isə keçək ikinciyə. Deyir, buraya yay gün dönümündə günorta vaxtı günəş şüalarının düşmə bucağını hesablayın. Çox sadədir. Deməli, yay gün dönümü dediyinə görə 23:5-də, yəni həmin vaxt 90 dərəcə düşəndə 40 dərəcəyə nə qədər düşür? 40 dərəcə şimal enliyinə. 23:5 şimal enliyinə düşəndə 90 dərəcə bura nə qədər düşür? Aradakı fərqi tapırıq. Deməli, 40 dərəcə şimal enliyi və 23:5 şimal enliyi. Hər ikisi şimal yarımkürəsinə yerləşdiyinə görə çıxırıq. Aradakı fərq bizə verir 16,5-i. 90-dan da 16,5-i çıxanda eləyir, deməli, 73,5 dərəcə bucaq. Deməli, yay gün dönümündə bu məntəqəyə 73,5 dərəcə bucaqla günəş şüası düşəcək. Deməli, əziz abituriyentlər, bugünkü sınaq bu qədər. Növbəti sınaqların izahında görüşənədək. Hələlik.